Bax, biz nələr istəyirik? Bir dənə biz siyaha yazaq. Birdən Allah dünyadan istədiyimiz hər şeyi bizə birdən versə, birdən-birə. Hə? Hamısını artıqlaması ilə versə, Allah'ın olsun bezəcəksiniz. Ürəyinizi vuracaq. O arzularınız, dünən arzuladığım, bugün başımın bəlası olacaq. Mən keçmişdə demişəm, gedərdi filan yerdə baseyndə çimərdi. 1 saat, 2 saat, 3 saat, 4 saat gir ora. Sonra deyirsən ki, çıxıma ürəyim bulandı. Bu dünya belədir. Dünya belədir. Hər şey birdən versin sənə, istifadə elə, antidepresan atacaqsan, sonra qəbul edəcəksən. Əksəriyyəti də belə olur. Hər şey əllərində var, deyir ki, neyinimi, ürəyim partladı da. Da bir şey qalmadı axı. Neyiniyim mən, nədən ləzzət almaq, hər şeyim var. Ən böyük bəlalardan biri budur ki, istədiyi hər şey var, görür ki, dünya qane eləyə bilmir, başqa da ləzzət mənbəyi tanınmır və salam. Gəl onda bu adamın şərrindən özünü və ailəsini, ətrafı qoru. Bu dünya gücünü qoyur, təmin eləyə bilmirsən, görmürsən sən. Yenə də allanırıq, gedirik dalıcaq. Gedək, qazanaq, əldə edək. Yəni, həsrətini çəkməyək, ləzzətini aldanmayaq. Söz budur.